Bu Firizadı tapdın. Leyla bacı zəng elədi. Dedi bizim ustalarımız var. Sanki yüngül var, ucuz qiymətə elətdirəcəm hamısını. Reklam eləsinlər də, nə olar ki? Yox, alınmırdı. Cəmaatı niyə alladılar ki? Alınmır, canın sağ olsun da. Borcun yoxdur bizə. Denən alınmır. Bu balam kimdir? Nə deyim görüm elə bu. Sənə hədiyyə atan şeydir də, xanımdır deyəsən. Hə? Sənə hədiyyə. Çox xoş gör nə deyir? Bəlkə nəsə sözü var. Haycıq bacım. Salam bacım, salam. Necəsiz? Salam sənə. Xoş gəlmisiniz. Sağ ol, bura dönürsən. Necəsən? Salam. Damla, sən bu profilindəki nömrəni mən yığıram, yazıram ki, işarədə ancaq zəng gəlmir sənə WhatsApp-dan. Yəqin canlıdadır xanım, ona görə. Sən mənim takip at, mən öz şəxsi nömrəmi verim sənə, yazsan mənə zəng elə mənə. Yazdım, sənə takip attım mən, məndə özəldir. Atarsan qəbul edim, sən öz şəxsi nömrəni Attım, gəlmir sənə takip bacım. Gəldikdə gəlmir sənə takip. yaz mənə, mən çıxıb indi qəbul edəcəm. Yazarsan mənə şəxsi nömrəvi, özüm sənə arada lazım olan köməklik edəcəm, narahat olma. Yaxşı mənim gözəl bacım, Allah razı olsun. Artıqdan Allah əlindən tutsun bacım. Pis yazanlara da mənim bir sözüm var ki, heç kimsə deməsin ki, mən kiməm, kim olacam desinlər. Kimsə bilmir başına nə gələcəyini. Qəşəng sözdür. Kimsə də həyatından sığortalanmayıbdı. O türklərin bir sözü var, Allah hər kəsin qalbinin ekmeğini yedirsin. Amin. Onun da balası var. Durub burada, bəli, mən də olsam canlı açıramsa, mənə təhqir yazanlara cavabını da verəcəm. Balasını çöllərə Mən atmayıb, söyləyirəm artıq bacım, Allah həvalə. gəzmir. Kiminsə durub onun bunun evinə girmir, onun bunun kişisini yoldan çıxartmır. Nə eləyir, əcəb eləyir. Pis yolda deyim ki, bugünkü günü əziyyəti ilə pul qazanırsa, ona heç kim heç nə deyə bilməz. Pis yolda olana belə kimsənin haqqı yoxdur. Gedib deyə bilərsən, sən niyə bu yoldasan? Deyəcək, gətir mənim bir tikə çörək pulumu ver, getməyim. Ayıbdır, gəlirsiniz evinizdən. Heç olmasa bir ailəvizə baxın ki, sizin də evinizdə ana bacılarınız var. Hey bacım, hey. Ay nə bilim reklam eləyir, ay nə bilim nə eləyir, nə eləməlidir? Gedib onun bunun qadınları kimi üzr istəyirəm burada hər kəsdən. Tutub gedib kiminsə oğlunu, ərini, ailəsini yoldan çıxardıb pis işlə məşğul deyil ki. Çünki bizim millət... Yaxşı baxırlar bacım, elələrinə yaxşı baxırlar. Yo, bilsən necədir Damla? Burada bizim ümumiyyətlə millətimiz elə milləti ki, düşənə bir baltada biz vururuq. Amma lazım deyil. Kimsə bilmir başına nə gələcək. Bəlkə 3 gündən sonra Damla elə bir yerə gələ bilər ki, elə içi mən qarışıq Damlanın qapısını döyüb nəysə istəyə bilərik. Nə bilmər bacım bu bak. Qoy qırasınlar, Allah görsün. Yo, bir balası var, əziyyətlə düzdür, çörək qazanır, dəmir yığır, zibilə gedir, nəyə gedir, onun kimsəyə dəxli yoxdur. Heç kimsəyə. Hər kəs ilk öncə çönsün, öz balağının altına baxsın ki, kiməm, hardan gəlmişəm, nə vəziyyətdəyim. Ayıbdır, gəlib burada artıq əksik balasına yazırsınız, özünə yazırsınız, artist deyirsiniz. Artisti yaxşı eləyir. Nəyin artistliyin eləyir? Pis yolda olub artistlik eləyir. Belələrini özünü açıb ortaya qoyanlara, belə kişiyəm deyib ortalıqda kimin nə olduğunu üzdən iraqlara gedib tonla hədiyyə atırlar. Ayıb deyə Bacım, bu da elə bir adam var ki, bacısını qabağa verib pul qazanır buradan. Nə danışırsan sən? Amma mən hər şey burada, bizə tək mən deyiləm ha. Mən xaricdə otura-otura hər şeyi görürəmsə, bütün dünya görür. Bəli, onlar hörmətlidir. Bilsiz niyə? Bir dənə şirə, bir dənə TikTok-unu versalı gedib hər oyundan çıxanlardır. Damla. Xanım, bağışlı söz. Ürəyim, danışdım əsmərlə. Aygül, bugünkü şey kimi nə dadlıdır? Damla, əsi ilə danışdım. Dedim, Damla çatı görməyib. Deyir ki, əgər vaxtı varsa mənə dəqiq desin. Sabaha yazdım onu. Nə sabah, nə də bugün vaxt yoxdur, getdim işi. Aygül. Sabah axşam gələ bilərsən. Hə? Sonra qalar başın elə, onu tapa bilmərsən. Allah haqqı Aygün getməliyim. Siz məni qınasanız da, şey eləsəniz də Allah haqqı Hara getsən, hara getsən. Gedim dəmirlərimi satım. Bir də usta deyiblər. Gedim ustanın ala baxım, ala baxım. Aşkım gedir, sabah bütün günü də işimi gör, axşam çağına gələ bilərsən. İnşallah çatdırsam, ha sənə xəbər verib gələcəm. Yəni sənə dəqiq söz vermirəm ha. Bilsən niyə əsmərə yaz, o yer yazsın da sənə qalmasın da başın elə. Bilirəm, bilirəm, sənə qurban olum, bilirəm. Sonra vaxtın olmayacaq ha sökməyə, verilişdə olasın.
Bilirəm ay ürəyim, bilirəm, Allah haqqı deyirəm. Yenə də hər ehtimala qarşı sabah bet demə deyərsən. Yaxşı sana qurban deyəcəm. Qızlar bir dənə Yaxşı, dəstək, yaxşı. gücünüz çatanda dəstək olun mənə qızlar. Dedi şey elədim, müştəri götürdüm, narahat olmuyor. Hə, yaxşı elədi, şükür Allah. Allah qazansın o eləsin. Ha, əsas odur ki, müştəriniz yaxşısınızlar. Hə, danışdım, deyir çata yazdım, oxumadı, dedim baş Mən görməyim. Allah görməmişəm, Allah damla qədər. Eybi yox, bildi, başa düşdü, narahat olma. Tüktü. Xanım, üzürlü sayın sözünü kəsdim. Yo, estağfurullah, estağfurullah. Ya bilsən, ay yazılı düzdür, haqqa girməyin. Yəni əsəbləşmək deyil Aytən xanım. Bilirsiniz necə həqiqətən insana pis təsir. Bugün Allah uzaq etsin. Mənim belə ehtiyacım var, çıxmışamsa bura. Nəysə mənə artıq yazanlara cavab verirəmsə, bu o demək deyil, mən küçük insanıyam. Kimsəni qınamayın. Vallahi qınadığınızla sınanarsınız. Qınaqdır. Nə bilim, Allah hər kəsin ürəyinə görə versin ay bacı. Damla, eşsən qədəs özün də ceyləmə belə lazım olanda çağırırlar, ustalar da. Allah ürəklərinə görə versin. Amin bacı, bir dənə maşını yığdırır inşallah. Nə bilim, Özünə də fikir verginən heç kimi də vecivə də. Qaynağının bacı vaxtı keçib, mən də deyirəm başı qaşınır, yara düşər də. Ona görə deyirdim ki, gəl söksün, rəqsaz qoysun. Hamı cəhənnəmə səhər nə gördüyümü bilirsən? Nə? Niyə bilmirəm? Bacı, Harda? getdim qonşuyu çağırım, qadını çağırım. Amma dua elə ki, kameraya düşməyək. Bir şeylər gördüm orada. Yandım ana, Şey, ailəviydilər gördün. Yu, bacım. Yəni, nə tər deyirlər? O dava quşu məsələsi bilirsən? O deyir, başı içərdə... Yaxşı şey görməzsən sən bacı. Belə elətmə... Diyə kimi kişi belə dedi, səs gəldi. Səs gələn kimi. Məni tutma qura bacı. Bir ayağım vardı, bir ayağımda tapdım, nə qədər qaçdım. Amma Damla, mən sənə deyim, başıma yara düşər. Sabah vaxt elə, gəl onu 1 saat. 1 saatlıq işdir, sökəcək dəqiq. Hər yerimə yara düşür, mənim ağzımı açdım. Yox, tökülüb az qalıb da Damla, saxlama elə. Gəl söksün, rəizat qoysun, get. Ay qızlar, dəstək olun da ay qızlar, nə olar ki? Rusfay, nə? Rusfay oldu. Romantika, desəm sənə nə deyim? Ay günü, romantika bilsə mənə nə deyim? Dedi, səni harada görsəm, maşınla sənin üstündən keçəcəm. Onsuz arıq deyil, qalmayacaq altında, nəzik şeydir. Demək ki, məni sevir də, hə? Ay Allah, inşallah romantikanın maşının altında qalacam. Biz də buradayıq. Ay romantika, huy! Yox, mən tam başa düşmədim. Onu ancaq WhatsApp-da soruşa bilərəm. Nə deyirlər? Ay romantik molla, valla gözlərindən cın çıxır. Həzrət Abbas o maşını geri üstünə çevirər. Asiyə, romantika görə gəlir. Romantika sevgili mənim üstümdən keçdi. Maşınla. Romantika Damla, romantik videolar paylaşır içində. Hə. Səsini al oğlum, gözəl ol. Deyirəm ki, qız kimi niyə küsürsə belə deyir, qız sansan. Deyirəm elə qızım da mən. Yox, erkəkləşmirsən də, erkək Fatma olmusan ona görə. Hə, Allah haqqı deyirəm. Deyirəm, bu da verişə çıxmışam. Bəlkə verişə müraciət eləsəm, mən dəyişdirəcək və kişi olacam. Valla, mən yenə deyirəm, o verilişə də çıxırsan, kimsə artıq əsik yazırlar, eləyirlər, valla günahdır. Allah'ın da olsun. Ay gün. Allah'tan qorxmaq Hə, lazımdır. bilirəm. Bugün neynədim ay gün, düzünü deyil. Harda, Ürən? Kim videoyu sildirdim? Hə, sən atdığımı deyirsən. Hə, sildirdim. Ondan sonra elədim. Eləməsəm itiması olur. Yaxşı elədim. Mənim haqqıma girəni, mən haqqının cavabını verəcəm mən. Ağza nə deməkdir, Nara? Qızlar, bir dənə dəstək olanda qızlar, xahiş edirəm sizdən. Amma o pişirdiğin şeydən nə olar? Nə olacaq? Baxın. Ay damla, mən çıxıram. Sən mənə şəxsidən öz şəxsi nömrəvi yazarsan, qadası danışarıq. Yaxşı, Yaxşı ürəyim, səni takip etdim ürəyim mən. özündən müğayət ol, balacan da üzündən. Haqqımı halal elə. Burada da yaxşı yazanların, yaxşı niyyətli olanların Allah hər kəsin ürəyinə görə versin. Amin. Pis yazanları da Allah islah eləsin. Pis yazanların da öz yaxasına düşsün. Amin.
Oldu ürəyim, öpdüm özündən müğayədə. Sağ ol. Allah sizin də ürəyinizə, qəlbinizə görə versin. Amin bacım. Kim də Amin. istək olur, kim yaxşılığını istəyirsə Allah min qatını qabağına çıxartsın. Amin bacım. Amin. Oldu qadası, öpdüm səni. Gedim takibimi qəbul edin, tərəvi yazarsan. Oldu qadası. Kızlar ekranı vurun, destek olun da kızlar. Ekranı vurun, destek olun da. Can ana kurban olsun sana. Can. Yok, Uberbank yoktu. Kuyruğa ezaret gel götüreceğim. Yoktu dedim de. Söze kulak as. Kuyruğa biraz dince. Gözün kör olacak. Bak canlıdayım. Bezdim etmemiş adamda. Allah kadar ben de bezmişim. Alo. Alo. Ədə. Alo. Dünən bu qıza söz verib niyə bunu cirinci eləmsə? Salonumuzda qaldı. İstemiyorum. 10 dəqiqə, 15 dəqiqə işimi qutarım. Konum gəlirsən. Yox, bəs səhər onu dedin səhərcə. Mən demədim. Yox, mən onu konum attım ki, mən Xəzərdən dostum maşın xarab olub yanlışıyorum. Hə. Konumu da attım ki, orada deyil. Mənə dedi konum at. Mən oran konum necəsim, orada deyiləm. İndi onu yox. Ay Damla. Ha. Deyir, mən o konumu istədim. Mən ona konum attım ki, mən orada deyiləm. Gəlim atım sonra gəl. Alo. Dedim ben burada Eşitirsən? değilim. Geldim sana konum attım. Elə dedi bana. Başka bir konum attım bana. Hə də ürəyim başqa yerdə olub da. Burada küsməli nə var ki? Aysa, başqa yerdə oğlumu attım. Başqa yerdə orada deyiləm. Ədə, olmayacaqsın. Dünən telefonda sənə konferansda nə dedim? Demədim o salonu var. Səhər bura gəlsin. Sonra sən dedin ki, yox səhər gəlsin. Aycı, başa düşürəm səni. Hə. Mən də ona dedim, dostuma maşını xarab olubdu, buradayam. Qoy işimi bitirim, gəlim. İndi qutarıq işimizi. İşinizi qutarım, gəlim, konmasam gəlsin. Burada nə olur ki? Və niyə küsüb indi bu? Bilmirəm. Konum atacaq 10 dəqiqəyə sənə. Yaxşı. Yaxşı, atarsan 10 dəqiqəyə. Oldu. Sağ ol. Atacaq sən 10 dəqiqə konum yer get. Allah hakkı deyirəm. Mənim buram bilsən necə ağrıyor. Yox, səhər dünənləri mən Damla, mən saqqalım yoxdur, sözüm keçmir. Dedim ki, səhər gün qayıdacaq. Ay buram var, ay gün buram var. Hə, hə. Belə eləyir, bax belə eləyir. Ağrıyır. Deyirəm, görə deyirəm, səhər dünən mən dedim, səhər sal bura gəl, sonra ora get. Öz bildiyini elədin, heç biri də alınmadı. Hə. Saqqalım yoxdur, sözüm keçmir. Nəysə, saqqal, sən get saqqal Ay, saqqal. deyir ki, da atıb da deyib Damla, valla deyir, valla ona konum attım ki, maşın xarab olub, buyurdayam. Ora gedim, oradan atacam. Konum da atıb ki, inanasan. Hə, də mən Başqa də deyim, yerdə ol- onların konumu deyil axar. Deyəm görmələn. Az nağarırdım mən. Yo, deyir konum attım ki, valla orada döyürəm də görsün ki, işdə Hə, döyürəm. hə, ben dedim axar. Da atıb da nə yetim. İndi işdə də olub da maşın xarab olub. Dostum deyir, indi 10 dəqiqəyə çatıram o iş yerinə atıram. Amma gərək səhər gələrdim burada. Görsən mən deyən ki, gəl iş salonunda eləyəcəydin, nə bilim, nə evi götürəcəydin, gedəcəydin, rahat verəcəydin maşını ora. Oradan da oldun, buradan da oldun. İndi dəqiq tapıblar sənə, Nə? usta. Vallahi indi zəng eləyəcək də mənə. Aşağı,